Dovşanlarında tükün rənginə görə epistaz mövcuddur. Bu əlamətə görə diheterozigot adı dovşanla dihomozigot resessiv adı dovşanın çarpazlaşması zamanı alınan nəslin faizi qara olacaq. Bizdən qara dovşanı soruşur və valideynləri verib. Biri diheterozigotdur, biri isə resessiv dihomozigot dovşanımızdır. Və bu dovşanların valideyn formalarını yazaq. Deyək ki, baxın, bu yazılanda C hərfi ilə yazılırdı. Gəlin C ilə qeyd eləyək. Deməli, D heterozigot böyük C, balaca C, bir də böyük A, balaca valideyn formasının biri. Digəri də demək olar ki, balaca C-lər, çünki D homozigot resessiv deyir, balaca C-lər, balaca A-lar şəklində olacaqdır. Bunun yaratdığı qamet bir dənə olur, balaca C, balaca A. Bu isə 4 cür qamet hazırlayırdı. Böyük C, böyük A, sonra böyük C, balaca A, sonra alınırdı balaca C, böyük A, bir də balaca C, balaca qametlərini alırdı. 4 qametin 4'ünü də göstərək hansılardır. 4 qamet alınır. Və bunlar çarpazlaşsın. Yaxşı, çarpazlaşanda bilirik ki, burada bir dəfə bu qameti görüşdürəcək bu qametlə. Deməli, böyük C, balaca C, böyük A, balaca A. Və bu necə dovşan olacaqdır? Böyük C ilə böyük A bilirik ki, baxın kənarda yazıram. Böyük C, böyük A harda olarsa biz buna boz dovşan deyirdik. Böyük C'də pigment var. Böyük A yayılmasının tük boyunca qarşısını alır. Boz rəng üzə çıxır. Tamam, bunu yazdıq. Bir dəfə də bu qamet birləşəcəkdir. Yenə bununla yazaq bura. Böyük C, balaca C, balaca A'lar. Tamam, bilirik ki, böyük C ilə balaca A olarsa bu qara rəngli olurdu. Çünki pigment vardı. Tük boyunca yayılmanın qarşısını ala bilmir balaca A hərfimiz. Və nəticədə nə olurdu? Bu qara rəngli dovşan üzə çıxmış olurdu. Tamam, buraya yazıram qara dovşan. Buraya yazıram boz dovşan alındı. Digərini çarpazlaşdıraq baxaq. Deməli, burada da balaca C, balaca C, böyük A, balaca olacaqdır. Və bu ağ dovşanımız olacaqdır. Niyə? Çünki balaca C-də pigment yoxdur. İstəyir böyük A ilə yan yana dursun, istəyir də balaca A ilə yan yana dursun. Pigment olmadığı üçün ağ rəngli dovşanlar üzə çıxdığını öyrənmişik. Bir dənə qametimiz qaldı. Balaca C, balaca C, balaca, balaca qametləri olacaqdır. Və bu da ağ rəngli alınacaqdır. Ümumi nəslidir. Alınıbdır 4 dənə və 4-ündən 25% faiz soruşursa bizdən, deməli olar ki, qara rəngli olacaqdır.